Helyuma görə nisbi sıxlığı 7-yə bərabərdir deyir. Helyuma görə nisbi sıxlığı buradan air helyumu da yazsaq bərabərdir 4. Deməli D helyuma görə M x bölünsün 4 bərabərdir 7-yə. Buradan M x bərabərdir 28. Yəni nisbi atom kütləsi 28 olan elementi tapmalıyıq. Bizə burada karbonun M-ni 12 verib, A yerini daha doğrusu hidrogeni də 1 verib. Deməli buradan da yerinə yazanda 28 olan variant. Məsələn burada olacaq 2 vurulsun 12, 24, 6, 30. Burada 4 vur 12 artıq 36, 28'i keçir. Burada 3 vurulsun yenə keçir. Burada cavabımız bu olacaq. 2 vurulsun 12, 24. Üstünə 4 də gələndə 28. D variantı. Burada da səhvdir. Burada 26'dır yerinə qoyub hesablayandı.